Salam əziz və dəyərli Çıraq izləyiciləri. Bugün bir daha yeni bir podkastla sizin qarşınızdayıq. Bugünkü mövzumuz mühafizəkarlıq mövzusu olacaq. Bu mövzu haqqında biz danışacağıq. Lakin bugün keçən podkastlardan fərqli olaraq sizi mən və Nahid salamlayır. Üzrlü səbəblərdən dolayı İlham bizim aramızda bugün iştirak etməyəcək. Vaxt itirmədən mövzuya keçid almağı daha məsləhətli görürəm. Mühafizəkarlığın nə demək olduğunu anlamaq üçün, onun cəmiyyətdə necə işlədiyini bilmək üçün birinci fəlsəfi və tarixi kontekstinə toxunmaq lazımdır. Vaxt itirmədən bu sualı Nahid sənə ünvanlamaq istəyirəm ki, mühafizəkarlığın fəlsəfi və tarixi konteksti haqqında nə deyə bilərsən? Mən də ilk olaraq hər kəsi salamlayıram. Məncə də ilk olaraq mühafizəkarlığın fəlsəfi olaraq izahını, fəlsəfi olaraq digər düşüncələr var ki, hansı ki tez-tez mühafizəkarlıq anlayışı ilə qarışdırılır. İlk öncə gərək həmin o anlayışların tərifini verək ki, mühafizəkarlıqla fərqinin nə olduğunu tam olaraq dərk eləyək. Məsələn, onlardan biri gericilik, tutuculuq kimi fikirlər var ki, tez-tez düşünülür ki, mühafizəkar anlayış həmçində tutucu, yəni keçmişə insanı aparan, keçmişə kökləyən bir anlayışdır. Məsələn, tutuculuq nədir? Tutuculuq ilk olaraq onu demək lazım ki, hər bir xalqın müəyyən bir qızıl dövrü var da tarixdə. Müəyyən bir xalq və ya xalqın müəyyən bir kəsimi düşünür ki, həmin o qızıl dövrə daim yaxınlaşmaq lazımdır. Daim o cəmiyyəti və yaxud da ki, dövləti həmin o qızıl dövrə qaytarmaq lazımdır. Həmin o tarixi dövrə qaytarmaq lazımdır. Yəni keçmişə aparmaq lazımdır. Bu əslində tutuculuq sayılır. Bunun isə mühafizəkarlıqla heç bir əlaqəsi yoxdur. Və yaxud da gericilik, bu da eynən bu düşüncədədir. Məsələn, bizdə əsasən belə deyək, qoca nəsil, yaşlı nəsil var. Həmin yaşlı nəsil bizi tez-tez Sovetin dönəmi ilə məsələn bizə örnək göstərir. Bu da əsasən bir tutuculuğun bir növüdür, tutuculuğun bir nümunəsidir. Ona görə gərək mühafizəkarlığı bundan ayıraq. Və yaxşı mühafizəkarlıq özü nədir? Hansı anlayışlar, hansı düşüncələri özündə birləşdirir? Mühafizəkarlıq odur ki, ilk qısaca belə deyim, yəni aydın şəkildə. Mühafizəkarlıq onu mühafizə eləyir ki, bu konservatizm sözündən gəlir əslində, mühafizə eləmək sözündən. Bəli, Fransa inqilabından sonra meydana çıxmış bir anlayışdır. Yəni mühafizəkarlıq tam olaraq bunu deyir ki, əgər dəyişim lazım deyilsə, onda dəyişim etməməliyik. Yəni dəyişmə ehtiyac yoxdursa, böyük dəyişikliklər onda ehtiyac yoxsa eləməyə də dəyişiklik. Yəni sadəcə sistem necə varsa elə də yerisin. Bəzi düşüncələr məsələn meydana çıxa bilər ki, bəs yaxşı, əgər cəmiyyətdə dəyişiklik olmasa, cəmiyyətin fərdlərində müəyyən bir dəyişiklik olmasa, bəs inkişafı biz hara qoymalıyıq? Əslində mühafizəkarlıq elə bil ki, daha tədbirli davranır da. Burada deyir ki, cəmiyyətin müəyyən təməl daşları var. O təməl daşlara toxunulmamalıdır. O təməl daşları yerində qalmalıdır və bunun əsasında tədbirli şəkildə, tədricən, davamlı şəkildə inkişafa nail olunmalıdır. Məsələn, Yəni o təməlin üzərində inkişaf bəli. Müəyyən dəyərlər var ki, o dəyərlərə toxunulmamalıdır. O hansı ki, onlar cəmiyyətin təməlini təşkil edir. Məsələn, mənim fikrimcə müasir dövrdə mühafizəkarlığın ən yaxşı nümunəsini, yəqin sən də məndən razı olarsan, Avropada. Məsələn, bütün Avropanı götürə bilmərik. Avropanın müəyyən kəsimlərində, xüsusən məsələn İngiltərədə, Böyük Britaniyada ya da Skandinaviya ölkələrində məsələn görürük ki, İngiltərə modern bir dövlətdir. Lakin onların idarə etmə formaları, kraliyyətləri görürük ki, hansı ki, əsrlər əvvələ dayanmış bir sistemdir. Kraliyyət idarə sistemi modern dönəmi deyil, monarxiya olsun və yaxud da ki, kraliyyət ailəsində olan o geyimlər, o istifadə edilən əşyalar və yaxud saray hamısı qalıb, bəli, faytonlar hamısı qalıb orada. Ona görə mənim bir fikrimcə müasir dövrdə mühafizəkarlığın ən yaxşı nümunəsi Avropa modeli ola bilər. O da bəzi ölkələrində Böyük Britaniya. Görürsən ki, Böyük Britaniya özü bir yerdə qalıb, dayanıb, lakin dünya onun ətrafında fırlanır da, belə götürək. Dünyada nə hadisələr baş verirsə, hamısını birdən bir özü içinə almır. Onu ələkdən keçirir. Çünki onların bir düşüncəsi var ki, yəni bunu həm də oturmuş ingilis sistemində adlandıra bilərik bəlkə də bunu ki, əgər sən dünyanı idarə etmək istəyirsənsə, yəni özün faktiki olaraq bir dəyərə, bir sistemə oturmuş bir vəziyyətdə olmalısan ki, başqalarını idarə edə biləsən. Məsələn, Böyük Britaniya imperiyası dağılandan sonra bütün ingilis müstəmləkələrin əksəriyyətində respublika idarə forması oldu. Amma ingilislər bu gün də özünü monarxiya ilə idarə edirlər. 2066-cı ildə bu dövlətin 1000 yaşı tam olacaq, amma hələ də monarxiya ilə idarə edirlər. Məsələn, bu gün də kralın o hal-hazırda 3-cü Charles'ın tac qoyun mərasimi oldu. Ondan sonra onun taxta çıxma mərasimləri oldu ki, hansı ki bunlar YouTube-da
var. İstəyənlər baxa bilər. 2-ci Yelizavetanın dəfn mərasimi. Mən çox məsləhət görürəm hər kəsə baxmağa. Orada o sərgilənən o simvollar, simvolik hadisələr, orada bəzi mərasimlərin o qədim mənalar, rituallar, hansı ki bu min il əvvəllər, hətta qədim Kelt ənənəsindən gəlir. Bunu da götürmək olar yəni oradan. Yəni çox qədim bir ənənələrə söykənmiş olaraq bunlardan istifadə edib bu gün də yaşadırlar. Çünki onlar düşünürlər ki, əgər heç bir ehtiyac yoxdursa, yəni bir yenilik gətirməyə mənası yoxdur deyə düşünürlər. Məsələn, dəyişikliyə ehtiyac yoxdursa, yəni bir hər hansı bir müəssisənin açılışıdır və kral saraydan həmin müəssisəyə gedir. O London daxilidir. Saraydan oraya kimi hələ də fayton, hələ də 4 dənə ağat qoşulmuş o araba ilə gedirlər. Maşınlar belə o dövrün maşınlarını istifadə edirlər. İlk Forddur məsələn. 40-cı, 50-ci illərin maşınları qalıb. Yəni hansı ki o firma hansı ilk dəfə istehsal etmişsə o maşınların markadır, desən Ford da. Yenə də o model qalıb. Yəni sonradan çünki ehtiyac yoxdur yəni. Və elə bu səbəbdəndir ki, yəni heç şübhəsiz ki, dünyanı istər iqtisadi, istər siyasi, istər mədəni cəhətdən yəni idarə edə bilirlər, söz sahibidirlər. Çünki bir istisna nöqtələri var. Həm də mən düşünürəm ki, əgər bir cəmiyyətdə mühafizəkarlıq təşəkkül tapacaqsa, mütləq ki, həmin cəmiyyətin orta sinfi möhkəm olmalıdır. Çünki belə deyək də, mühafizəkarlıq anlayışı əgər nə qədər alt siniflərdə formalaşırsa, bu alt təbəqədə qalacaq da, bu subkultura kimi qalacaq. Bu dünyaya məsələn nümayiş oluna bilməyəcək, daha möhkəmlənə bilməyəcək. Məsələn, İngiltərəni misal gətirdik. İngiltərədə görürük ki, mühafizəkarlıq anlayışı harda kraliyyət ailəsində, burjuaziyada əsasən yaşayır. Ona görə mən də əgər bir cəmiyyətdə orta sinif o qədər də belə deyək də güclü deyilsə, orta sinif zəifdirsə, mühafizəkarlıq anlayışı da orada zəif olacaq. Niyə? Orta belə sual çıxır ki, niyə də orta sinifsiz mühafizəkarlıq anlayışı formalaşa bilməz? Bunun faktiki səbəbi odur ki, mühafizəkarlıq anlayışı daim harasa nəyisə hədəfləyim, daim inkişaf eləyim, daim nəyisə arxasınca düşüm anlayışı deyil də. Mühafizəkarlıq anlayışı hardasa dayanmağı da insana göstərir. Ona görə də məsələn orta sinif nədir? Müəyyən bir təbəqəyə gəlir, müəyyən bir səviyyəyə gəlir və gəldiyi səviyyədən sonra qazandıqlarını mühafizə eləməyə başlayır. Artıq əgər bir cəmiyyətdə ki, daim belə bir təfəkkür varsa ki, məsələn 5 il sonra da hər hansı bir hədəfi qoyum qabağıma çatım, 10 il sonra da qarşıma hər hansı bir hədəfi qoyum çatım. Yəni daim nəyisə üzərində işləyirsənsə, daim müxtəlif hədəflərin arxasınca sən qaçırsansa, sən mühafizəkar ola bilmərsən. Çünki daim yeniliyə məruz qalırsan. Həm də öz həyatımıza da əslində baxsaq görərik ki, biz müəyyən bir fikirlərdə, düşüncələrdə mühafizəkarıq. Məsələn, daim tutaq ki, də səhər yeməyinə həmişə eyni yeməyi yeyirik. Tutaq ki, adət halına almışıq bunu. Və yaxud ki, həmişə eyni belə stəkanda çay içirik. Bunlar da əslində mühafizəkarlığın öz həyatımızda kiçik nümunələridir. Yəni dəyişikliyə ehtiyac yoxdur deyə eləməyibsən dəyişiklik. Ümumi bəs tarixi kontekstinə baxsaq mühafizəkarlıq necə meydana çıxdı? Mühafizəkarlığın ideologiya kimi yox, belə fikir kimi, düşüncə kimi meydana çıxmasının çox qədim dövrlərə aparanlar da var. Platona, Aristotelin dövrünə qədər. Lakin ilk dəfə bunun sistemləşmiş şəkildə, Fransız inqilabından sonra strukturlaşdırılmış şəkildə Edmund Burke Fransız inqilabı dövründə belə deyək də ortaya qoydu. Edmund Burke buna niyə ehtiyacı duydu? Çünki Fransız inqilabı bilirdin ki, artıq həmin dövrdə inqilab olmuşdu və bütün köhnə dəyərlər, bütün cəmiyyətin yapı daşları dediyimiz hissələr artıq bir-bir oynamağa başlayırdı. Ona görə də Edmund Burke həmin dövrdə yeni bir kitab yazdı, Fransız inqilabı üzərində düşüncələr. Bu orada çox yaxşı Fransız inqilabını çox yaxşı şəkildə müşahidə elədi, yəni nəzərdən keçirdi. O deyir ki, Fransız inqilabı, ümumiyyətlə inqilabçılar bütün bu dəyərləri hamısını bir-bir ləğv edirlər. Bir-bir üzərindən xətt çəkirlər. Hansı ki, bu dəyərlər min illər üzərində gəlmiş nəticələrdir. Lakin onun yerinə isə yeni bir şeylər qoyulur. Hansı ki, bu yeni dəyərlər hələ heç bir sınaqdan keçməyib, hələ heç bir güvən vermir ki, insana gələcəkdə bu necə bir təsirləri olacaq. Ona görə də düşünür ki, Fransız inqilabı əslində saxta bir inqilabdır. Həmçinin İtaliyada olan inqilabları, Almaniyada olan inqilabların heç birini, həmçinin onunla birlikdə Metternich də var, o da filosof idi. O da bunları qəbul eləmirdi, bu inqilabları. O düşünürdü ki, inqilab dəyişiklik olmalıdır, düzdür, bəzi cəmiyyətdə müəyyən dəyişikliklərə gedilməlidir. Lakin bu daha təmkinli şəkildə, nizamlı şəkildə aparılmalıdır. Məsələn, o deyirdi ki, əgər İngiltərədə, tutaq ki, bugün İngiltərə konstitusiya ilə idarə olunur və yaxud da İngiltərədə inqilab olunub, böyük bir dövlətə çevrilib İngiltərə. Bu demək deyil ki, Fransada bir gün elə bir dövlət olacaq, İtaliyada bir gün elə bir dövlət olacaq. Çünki İngiltərə
inqilaba gələnə qədər böyük bir tarixi belə deyək, dövr keçib. Çoxlu tarixi hadisələr, çoxlu tarixi belə dəyişikliklər, inqilablar, kəşflər olub. Amma Fransada durub bunu birdən-birə bütün hər şeyi köhnə dəyərlərin üzərindən xətt çəkib, tamamilə yeni bir sistem qurmaq bir qədər insana güvən vermir deyə düşünürdü Edmund Burke. Yəni tarixi konteksti ilə ümumi təbii ki, Edmund Burke-dən sonra bunda Joseph de Maistre deyim. Joseph de Maistre bir qədər artıq qatı idi. Bu da Edmund Burke-dən böyük ölçüdə təsirlənmişdi. Bunlar da fransız alimlər. Bəli, bəli. Maistre ümumiyyətlə çox qatı idi. O düşünürdü ki, insan ümumiyyətlə ağılsız bir varlıqdır. Nə mənada ağılsız? Yəni insan daim öz hissləri ilə, öz alğıları ilə və yaxud idarə olunur, arzuları ilə idarə olunur. İnsan ümumiyyətlə məntiqsiz bir varlıqdır. Yəni məntiqin çox az şəkil hallarda istifadə edir. Əslində baxsaq normalda da belədir də. Çox insan məsələn az düşünür. Sadəcə ya ailənin təsiri ilə, cəmiyyətin təsiri ilə, ya kənar təsirlərlə nələrsə qərar verir. Əgər həyatımızda verdiyimiz qərarların əksəriyyətinə baxsaq görərik ki, həqiqətən də Maistre düz deyib. Lakin o deyir ki, bu səbəblərdən insan egoizmə, anarxizmə daha meyllidir, məntiqsizliyə daha meyllidir. Bu səbəbdən insanın başının üzərində mütləq hər hansısa bir mədəni institutlar olmalıdır, siyasi institutlar olmalıdır, hətta kilsə belə olmalıdır. O biraz daha belə qatı idi, daha belə sərt idi bu tədbirlərində. Artıq Maistre'dən sonra Viyana konqresində 1814-də artıq Metternich həmin dövrdə artıq Viyana konqresində əsasən bu müzakirə olundu ki, köhnə devrilmiş monarxiyalar bərpa olunsun, köhnə dəyərlər bərpa olunsun və həmin dönəmdən sonra da Burbonlar sülaləsi yenidən hakimiyyətə gətirildi. Bəli, lakin uzun çəkə bilmədi Burbonların hakimiyyəti. Metternich yenə də inqilablar nəticəsində uzun çəkə bilmədi. Bəli, 48-ci il inqilablarına görə devrildilər. Bəli, yəni inqilab əslində həqiqətən çox çətin və ağrılı bir prosesdir. İnqilaba gəlinə qədər də orada anlayışdı, mühafizəkarlığa qədər, yəni bu anlayışa qədər orada çoxlu fikir anlayışı, fikir düşüncələri formalaşmalı idi. Fikir inqilabları olmalı idi. Və indi biz mühafizəkarlığın əsasən tarixi kontekstinə toxunan kimi birinci ingilislərə girdik, yəni Böyük Britaniya idarə reformasına girdik. Yəni burada bir şey oldu, bizim izləyicilərimiz tam olaraq anlaya bilmədilər. Bizim burada deməyi də əsas məqsədlərimizdən biri də odur ki, əslində ingilisləri misal göstərməkdə əsas məqsədimiz odur ki, mühafizəkarlığın cəmiyyətdə işləməsi üçün, doğru düzgün işləməsi üçün, ki hansı ki, əgər mühafizəkar sistem cəmiyyətdə doğru düzgün işləsə, o böyük bəhrələnə də biləcək, çox gözəl bəhrələnə də biləcək. Bunun əsas səbəbinə görə ölkənin təbii ki, bir elitası olmalıdır. O mühafizəkar, o bayaq dediyim kimi orta sinif olmalıdır yüzülşər. İstər orta sinif, istər yuxarı sinif, istər o elitası olmalıdır ki, yeniliyi, hansı ki biraz əvvəl özün dedin ki, müəyyən təməllərini o daşların üzərində qurmaq lazımdır. O təməli yerindən tərk etməyəcək, qorunacaq bir elit olsun. Məsələn, bugün İngiltərədə biz ona görə misal çəkdik ki, İngiltərədə parlamenti iki palataya ayrılır. Bir Lordlar Palatası, bir də Nümayəndələr Palatası. Nümayəndələr Palatası bildiyimiz kimi yəni seçkili deputatlardan ibarətdir. Lordlar Palatası isə hansı ki lordluq anlayışı irsi olaraq keçmişə, bunu irsi olaraq sahib olan 1000 il əvvəllərdən başlamış bir lordluq şəcərəsinə sahib olan insanlar o yeri tuturlar orada. Lord, yəni ağa mənasını verir əslində ingiliscəsində. Yəni bu cəmiyyətin keçmişdən bu günə idarə etmiş elit insanları, istər burjuaziyası olsun, istər ta keçmiş feodalların, orta əsr feodalların nəslindən gələn insanlardır bu lordlar. Və bu günü bu gündə onlar bu gün də dövlətdə aparıcı mövqeyini tuturlar, parlamentin başındadırlar. Yəni onların təsdiqi olmadan, icazəsi olmadan parlament qərar qəbul edə bilməz. Bu gün indi Azərbaycan cəmiyyətində və ya digər yeni respublika olan ölkələrdə olsa, hansı ki, onlarda mühafizəkar dəyərlərə çox da sahib çıxılmır. Bu, yəni dövlət səviyyəsində çox da sahib çıxılmır. Bu ölkələrdə də ən azından ingilislərin Lordlar Palatasına bənzər bir şəkildə olmasa belə mühafizəkar dəyərləri qoruyub saxlayacaq bir şəkildə ona sahib çıxacaq və gələcək nəsillərə ötürəcək, onu tənzimləyəcək bir güc formasını əlində tutan bir elitə olmalıdır. Bu institut bəzi ölkələrdə akademiyalarda ola bilər. Məsələn, elə ölkələr var ki, orada akademiyanın rəyi olmalıdır. O parlamentə keçməsi üçün, nazirlərdən də əlavə. Yəni akademiklərin rəyi olmalıdır, icazəsi olmalıdır o parlament, bu qanun layihəsi parlament təqdim edilərkən. Yəni bu akademiyalar da ola bilər, institutlar da ola bilər və ya ingilislər kimi qatlı mütləqiyyətçi, mühafizəkar Lordlar Palatası da ola bilər. Yəni bu cür əslində ruhani
Bir təbəqə Bu olmalıdır da tam olaraq. Elmi elitası olmalıdır ümumiyyətlə oranın ki, mühafizəkar dəyərləri mühafizə etsin, əsas təməl dəyərlər. Bəs mühafizəkarlıq hansı prinsiplərə əsasən işləyir? Hansı prinsiplərə əməl edir deyək? Bilirsən, ümumi bu prinsiplər ölkədən ölkəyə, xalqdan xalqa dəyişir. Çünki ümumi hər xalq eyni bir tarixi, belə deyək də, zamanı, eyni tarixi dövrü izləmir də. Bu səbəbdən bu dəyişkəndir. Lakin təməl belə deyək də, yapı daşları var ki, onlardan məsələn birini əxlaq qanunları deyə bilərik. Mühafizəkarlıq düşünür ki, bütün insanlığın ümumiyyətlə əxlaq anlayışı birdir və bu əxlaq anlayışı cəmiyyətdə dəyişə bilməz də. Yəni tutaq ki, bir hakimiyyət gəldi, yeni bir əxlaq qaydaları kəşf edir. Bu qətiyyən qəbul edilməz mühafizəkarlıq anlayışıdır. Məsələn, tutaq ki də biz həqiqətən də əslən əxlaq qaydalarına baxanda görə bildik ki, əxlaqın bəzi dəyişməz qanunları var da, dəyişməz yanları var. Məsələn, Azərbaycanda əgər tutaq ki, insan öldürməyə doğru baxılmırsa, düzgün baxılmırsa və yaxud da ki, oğurluq eləməyə düzgün baxılmırsa, bu Amerikada da belədir, yəni Afrikadakı hansısa qəbilədə də belədir. Yəni bu əxlaq qanunları heç vaxt dəyişilə bilməz. İlk olaraq mühafizəkarlığın ən vacib prinsipləri bunlardır. Düzdür, bu əxlaq prinsiplərin müxtəlif institutlar formalaşdıra bilər. Bu dini institutlar da ola bilər. Nə bilim, bu millətin öz mədəni mənəvi dəyərləri də bunu formalaşdıra bilər. Bu artıq söhbətin digər bir qismidir, məsələn. Digər bir vacib prinsip isə əsasən adət-ənənələrdir. Adət-ənənələrin də mərkəzində ailə olmalıdır. Bu adət-ənənələr, yəni gələcək nəsillərə ötürülməlidir. Bunun əlavə məsələn din var burada. Din bu mədəniyyəti gələcək nəslə ötürən ən yaxşı üsullardan biri kimi qələmə verilirdi, əsasən 18-ci, 19-cu əsrlərə qədər. Çünki ondan sonra artıq yeni ideyalar, yeni formalar meydana çıxdıqca bir qədər bu dinin mədəniyyəti gələcək nəsillərə ötürmə prinsipi kök altına düşdü, belə deyək. Yəni əsasən bunlardır. Məsələn, burada tələsik qərar vermək, bu ən vacib prinsiplərdən biridir. Tələsik qərar vermək olmaz qəti mühafizəkarlıq anlayışında. Tanıdığımız bir ustadın yaxşı bir sözü var, deyir ki, təqdiri ilahiyyə yavaş təcəlli eləyər, lakin belə tələsik işə də şeytan qarışar. Yəni daha nizamlı şəkildə, tədbirli şəkildə irəliləmək lazımdır, inkişaf etmək lazımdır. Yəni məsələn Azərbaycana fikir verəndə mən daha çox nə görürəm? Biz bütün dəyərləri bir-bir yerindən götürürük və yaxud onları belə deyək institutları dağıdırıq, lakin yerinə qoymağa bir şey tapa bilmirik. Çünki yerinə qoymağa onun qədər götürdüyümüz, məsələn, dağıtdığımız institut qədər yeni, təzə, formalaşmış və daha belə insana güvən verən başqa bir institut yoxdur. Ona görə onun yerinə qoya bilmirik. Bu səbəbdən də əgər həqiqətən də əlimizdə yetərli bir ideoloji fikir yoxdursa, əgər ideoloji bir belə deyək də savallıq yoxdursa, elita yoxdursa, bu institutları boş-boşuna dağıtmanın yeri yoxdur. İndi bunu Azərbaycan mühafizəkarlıq anlayışını geniş şəkildə danışaraq bir də elə ötəri olaraq mühafizəkar dəyərlərə toxundun. İstəyirəm onu biraz da açaq. Məsələn, ailə anlayışı, dil, din, ənənə, yəni mədəniyyətin günlük həyatda yaşamı. Bilirsən, mühafizəkar dəyərlərin mərkəzində duran ən vacib amil birinci ailədir. Ailə, ondan sonra din gəlir. Məsələn, Louis de Bonald, bu da fransız bir mütəfəkkirdir. Louis de Bonaldın belə bir düşüncəsi var ki, ümumiyyətlə cəmiyyətin molekulu fərd yox, ailədir. Çünki cəmiyyət bir ailə üzərində formalaşır və əgər biz müşahidə edilərsək, görərik ki, ilk dəfə fərd harda sosiallaşır? Ailədə. İlk dəfə psixologiyası harda formalaşır? Ailədə. Və yaxud da ki, ilk şəxsiyyətinin formalaşma dönəmi ailəyə düşür. Ona görə də ailənin mühafizəkarlıqda xüsusi bir yeri var. Məsələn, mühafizəkarlıq düşünür ki, bu anlayış fərdlərin uzunmüddətli bir yaddaşı yoxdur, hafizəsi yoxdur. Lakin ailənin bir yaddaşı var. Ailə ötürə bilir, məsələn, bu dəyərləri, o adət-ənənələri ötürə bilir gələcək nəsillərə. Məsələn, Azərbaycanda indiki dövrdə belə bir tendensiya var ki, ailələrin sayı, həcmi kiçilir də, ailələr artıq balacalaşmağa başlayıb. Bu tək o deyil ki, uşaqların sayı azalır. Ümumiyyətlə, qohumluq əlaqələrində zəiflik olduqca da ailə tədricən kiçilməyə başlayır da. Amma mən düşünürəm ki, böyük ailə, nə qədər ailə böyük olsa, uşaq məsələn ilk dəfə orada sosiallaşmağı artıq öyrənəcək. Orada artıq bütün bir nəslin müxtəlif fərdləri olacaq da. Həm qoca nəsildən olacaq, həm yaşlı, orta nəsil,
cavan nəsil, hər nəslin nümayəndəsində bir fərd olacaq. Və artıq həmin o belə deyək də rəngarənglikdə, ahəngin içində böyüyəndə şəxsiyyət daha belə dünya görüşlü, psixologiyası daha belə yaxşı formalaşmış bir fərd kimi cəmiyyətə qazandırıla bilər. İkinci bir vacib dəyər isə burada yenə dediyimiz kimi bayaqki din dəyəridir. Din üzərində mühafizəkarlıq çox ciddi şəkildə dayanır. Bu da əsasən dəyərlərlə bağlıdır, adətən nə ilə bağlıdır? Düzdür, mühafizəkarlığı tez-tez dindarlıqla qarışdırırlar. Çünki amma bu elə deyildi. Elə insan ola bilər ki, dindardır, lakin mühafizəkar deyil. Liberal görüşlü biridir. Lakin elə düzdür, bütün dindarlar bir qədər mühafizəkardır, lakin dini dəyərlərin mühafizəkarıdır. Ümumi bütün anlayışları, bəli, mədəni və yaxud da mənəvi bütün dəyərlərin mühafizəkarı deyil. Dini dəyərlərin. Hər kəs əslində bir qədər öz ideologiyasının mühafizəkarıdır da, belə deyə bilərik. Bəs dini dəyərlər çox təhlükəlidir. Dini dəyərləri nəzarətdə saxlamaq biraz çətin məsələdir cəmiyyətdə. Dini dəyərləri. Düzdür, bütün indi məsələn ona qalsa ailə dəyərlərinin içində də bəzi dəyərlər var ki, absurd dəyərlərdir. Və yaxud mentalitetin içində elə qayda qanunlar var ki, onlar da absurd dəyərlərdir. Dediyim kimi bu dəyərlər mühafizə məsələn bu bizim ailə modeli inkişaf eləməlidir, formalaşmalıdır, lakin daha tədbirli şəkildə, ehtiyatlı şəkildə bunlar həyata keçirilməlidir. Həmçinin dini tədbirlər də görürlər ki, bunlar nəzərə alınmalıdır. Tamamilə köklü şəkildə bir dəyişikliyə Məsələn, biz bunu mən harda görürəm? Türkiyədə Cümhuriyyət dönəmi qurulanda, həmin o hakimiyyət, Atatürk hakimiyyəti qurulanda, orada məsələn inqilab olundu, köklü dəyişikliklərə gedildi də artıq. Lakin bu artıq sərtlik uzun müddət davam eləyəndən sonra gördük ki, artıq cəmiyyətdə öz əks təsirini verməyə başladı. Cəmiyyətdə bir qəzəb formalaşmağa başladı, cəmiyyət öz tədricən kimliyini itirməyə, kimlik böhranına düçar olmağa başladı. Ona görə belə məsələlərdə olduqca diqqətli olmaq lazımdır. Həm də tariximiz baxanda görürük ki, dini dəyərlər, yəni dini mühafizəkarlıq adı altında irəli sürən bəzi dəyərlər əksinə mühafizəkarlığa zidd olan şeylər gətirirlər bəzən bu ölkəyə. Hansı ki, məsələn, ən böyük nümunəsi kilsədir elə. Təbii ki, istər kilsələr olsun, istər İslam dinində olan məscidlər olsun, hansı ki, biz burada kilsə məscid deyəndə dini qruplaşmalar nəzərdə tutulub. Məsələn, Azərbaycanda bəzən dindarlığı, yəni din adı altında elə şeylər gətirirlər ki, məsələn, baxırsan bu ərəb adətlərdir, yəni bizə qədər gəlir, hansı ki, bu əslində mühafizəkarlığa ziddir. Mühafizəkarlıq mədəni, mənəvi dəyərlərini qoruyur Azərbaycanın, onun gətirdiyi tam bir ziddir buna. Hansı ki, tarixlər boyu bir-birlərinə assimilasiya olmayıblar və bir-birlərinə uzaq bir cəmiyyətdə, yəni biri türk, biri ərəb mədəniyyəti olsun, kültürü olsun, bu da mədəniyyətlərin toqquşmasına gətirib çıxara bilir. Ondan sonra Azərbaycanda mühafizəkarlıq anlayışı nə yerdədir? Bəs dünya üzərində danışdıq fəlsəfi, tarixi olaraq, bəs Azərbaycana indi gəlsək, hansı ki, arxetiplər var. Ondan sonra başqasının hakimiyyətini arzulayan insanlar var. Əfsuslar olsun ki, Azərbaycanda cəmiyyətimizin, cəmiyyətin günlük həyatında yaşaması təbii ki, bu çox zəif baş verən bir prosesdir. Bilirsən, mən düşünürəm ümumiyyətlə bizdə mühafizəkarlıq anlayışı 19-cu əsrin başlarında tədricən formalaşmağa başladı. 20-ci əsrin üzr istəyirəm. 20-ci əsrin başlanğıclarında formalaşmağa başladı. Bu da əsasən nə ilə bağlı idi? Artıq Çar Rusiyasının tədricən zəiflədiyi bir dönəm idi və burada da artıq erməni-müsəlman bir soyqırımı var idi, müharibəsi var idi Azərbaycanlılarla ermənilər arasında. Və burada da artıq Azərbaycanın o elitası dediyimiz ziyalı şəxsləri xalqı qorumaq üçün, əhalini qorumaq üçün əsasən həmin bu mühafizəkarlıq anlayışına başvururlar. Təbii ki, onlar şuurlu şəkildə demir də gəlin gedək mühafizəkar olaq. Belə demirlər. Sadəcə o təbii şəkildə formalaşmışdı. Məsələn, İlk bizim təşkilatlar var idi də, müsəlman gənclər olsun və yaxud da ki, ümmət olsun. Bunlar hamısı əslində mühafizəkar bir ideologiyanın təməlini qoyan qruplaşmalar idi. Mən düşünürəm ki, artıq 1907-ci ildə Difai Partiyasının məsələn qurulması ilə bu artıq ən yüksək dövrünə çatdı da, yüksək dövrlərindən birinə çatdı mühafizəkarlıq anlayışı. Çünki məsələn, Difai Partiyasının ümumi nizamnaməsinə baxanda orada 3 dənə problem göstərilirdi əsas olaraq. Onlardan biri nə idi? Erməni soyqırımından xalqı qorumaq, xalqın cəhaləti, bu problemi həll eləmək və bir də sosial-mədəni çürüməni qarşısını almaq idi. Və bunlar əslində baxırıq, məsələn, Difainin ümumi fəaliyyətinə görürük, orada Difai nizamnaməsində əsasən bunu
göstərir ki, Azərbaycanlılar Azərbaycanlılarla ticarət eləsin. Yəni pul Azərbaycanlıların arasında dövrə eləsin. Gedib məsələn başqa bir millətlərin əlinə keçməsin ki, büdcə qalsın da əlimizdə, daha belə yaxşı şəkildə müdafiə oluna bilər. Cümhuriyyəti də elan edəndə türkçülük, İslamçılıq və demokratiya xalq idarə forması. Bu üç təmələ söykənməli yəni yeni idarəetmə sistemi, yeni bir dövlət var. Difaya artıq Azərbaycan Xalq Cümhuriyyətinə gedən bir yol idi. Artıq Difadan sonra o Müsavat Partiyasının fəaliyyəti, Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Xalq Cümhuriyyətinin artıq qurulması burada mühafizəkar anlayışın bir qədər bəhrəsini verdiyinin bir göstəricisi idi. Təbii ki, artıq Sovet dövründə də biz bir qədər mühafizəkar bir cəmiyyət olduq, lakin artıq burada biz Kommunist Partiyasının mühafizəkarlığını eləyirdik. Təbii şəkildə qalmışdı biraz kənarda. Bəli, artıq bizim özdə. Amma bir şey də var ki, orada biz görürük, düzdür, indi bu nə qədər propaganda da olsa, biz görürük ki, əslində həmin dövrdə daha çox bizim mədəni irsimizlə bağlı, mənəvi irsimizlə bağlı yeni filmlər, musiqilər, kitablar daha çox həmin dövrdə çap olunmuşdur. Amma bir dənə səbəbi var idi ki, biz Sovet hakimiyyət dövründə olanda artıq biz görürdük, təhlükəni biz görürdük ki, Sovet hökuməti bizim assimiliyasiya uğratmaya çalışır, istər mədəniyyətimizi, xalqımızı mədəni, mənəvi cəhətdən artıq yox olmaq təhlükəsi üz-üzə idi. Biz düşməni görürdük, bir sözümüzü, təhlükəni görürdük. Ona görə xalqın elitası cəhd göstərirdi. Elita görürdü də doğrusu. Hələ zaten elita görür, bütün xalqlar da bunu elita görür. Yəni buna görə tədbirlər alırdılar. Amma müasir olan müstəqillik əldə edəndən sonra artıq müasir dövrdə yəni həm elitanı biraz susturdular. Mən burada biraz deyəcəm. Ümumiyyətlə mühafizəkarlıq anlayışını ölkədə yaşatmağın ən əsas təməllərindən biri budur ki, hər xalq əgər güclü olmaq istəyirsə, var olmaq istəyirsə, o mühafizəkar olmaq əslində məcburiyyətindədir bir sözün desək. Yəni başqa çıxış yolu qalmır. Çünki bu gün qloballaşan dünyada bütün xalqlar assimilyasiyaya uğramaq təhlükəsi ilə qarşı-qarşıya qalıblar. Çünki bütün dəyərlər yavaş-yavaş itir. Zehinlər işğal olunur. Xalqların özünə məxsus olan dəyərlər, hansı ki, bu dəyərlərdən əl çəksə, məsələn, rus olmayacaq, Azərbaycanlı olmayacaq. Yəni bu dəyərləri artıq qorumurlar. Bunu da əsrlər qoruyan elita oldu. Hər xalqın elitası var. Xalq 100% bunu eləmir. Hal-hazırda da xalqların elitaları var. Amma elitalar kütlə tərəfindən susturulub. Kütlə təbii ki, hakimiyyətdən və yaxud ümumilikdə götürəndə həyatdan maddi zənginlik istəyir. Qarnının doymasını istəyir. Yəni Nietzsche'nin bir sözü var ki, qarnını düşünən bir xalq o heç vaxt irəliyə gedə bilməyəcəkdir. Yəni yeri gəlsə xalqın içərisindən dəyərlərə görə xalqın var olması üçün canını fəda edəcək insanlar çıxmalıdır, əlini daşın altına qoyan insanlar çıxmalıdır. Amma təbii ki, bu kütlənin arasından çıxmayıb heç vaxt, bu elitanın arasından çıxıb. Və bu gün Azərbaycanın da ən açılacaqlı vəziyyət deyərdim mən buna ki, ən pis vəziyyət ondan ibarət ki, bugün elit səsini çıxara bilmir əslində. İstər sosial mediada olsun, istər televiziyada olsun, yəni elitanın səsi birmənalı şəkildə susturulmuş bir vəziyyətdədir. Yəni güc kütlənin əlinə keçib. Bu da demokratiya yolu ilə oldu ki, yəni xalqın idarəetmə forması ilə oldu. İndi burada xalqın idarəetmə forması deyəndə bizim respublika idarəetmə forması ilə işimiz yoxdur. Ümumiyyətlə demək istəyirəm ki, elə ölkələr var ki, o ölkələrdə yəni savadlılıq səviyyəsi aşağı olur. Yəni mədəni bir var elmi cəhətdən intellektual, bir də var mənəvi cəhətdən insanların intellektual dərinliyi o səviyyə olmur bu insanlarda və bu cür bir xalqa birdən-birə səs vermə hüququnu tətbiq etmək, seçim azadlığını vermək çox təhlükəli bir şeydir bu əslində. Yəni Nietzsche deyir ki, kitab oxumayan bir insandan sabah hansı kitabı oxuyacaqsan sualını verməyə bənzəyir cahil bir xalqın arasında seçki keçirtmək. Modernist həmin dövrdə bəs nə deyirdi? Deyirdi ki, əgər bir gün konstitusiya sistemi tutaq ki, İngiltərədə yaxşı işləyirsə, bu deməli deyil ki, bu qlobal bir reseptdir, bütün xalqlarda işləyəcək. Biz həqiqətən gördük ki, artıq 20-ci əsrin ortalarında məsələn bu İraqda işləmədi, Suriyada işləmədi, Əfqanistanda işləmədi də. Onların artıq öz dəyərləri üzərində bir sistem qurmağa məcburdular. Bu sistem bütün dünyaya yəni uygulana bilməz. Məsələn, demokratiya bu gün ən gözəl tətbiq edilməsi İsveçrədir. Çünki əhalisi də azdır və əhalinin intellektual səviyyəsi olsun, mədəni səviyyəsi olsun, yer gəldi mənəvi səviyyəsi olsun, biraz yüksəkdir. Bizə baxmış biraz yüksəklər. Ona görə orada demokratiya işləyir. Çünki xalq nə istədiyini bilir, kütlə nə istədiyini bilir. Yəni xalq deyəndə elitanın içərisində sayılasında kütlə də nə istədiyini burada bilir, başa düşür. Yəni burada demokratiya olur, burada keçərlidir. Burada mühafizəkarlığı kütlə öz-özünü də qoruyacaq. Xalq öz-özünü də qoruyacaq. Heç bir inqilab da olmadan. Öz immuniteti var artıq. Öz immuniteti var artıq, hoşuma gəlir bu cümlədən. Yəni öz-özünü qoruya biləcək. Amma biraz şərq
xalqlarına gələndə, şərq icmalarına gələndə bu mümkündür. Hökmən ki, bir elita olmalıdır bunun üzərində. İstər ruhani elita olsun, istər aristokratik elita olsun. Olmalıdır xalqın üzərində. Məcburdur. Təbii ki. Azərbaycanın ümumi olaraq bu qədər bu dil məsələsi də mühafizəkarlıqda ümumiyyətlə vacib bir amildir. Sən bunun üzərində mənim. Təbii ki, çünki mühafizəkar düşüncənin formalaşmasında əsas silahlardan biri deyərdim dil məsələsidir. Çünki keçən əsrin əvvəllərində bizim Azərbaycan dilində ı və ğı səsləri ilə başlayan çoxlu sözlər var idi. Hansı ki, bu sözlər həm ərəb mənşəli, həm də xalqımız onu birbaşa olaraq Qurandan götürmüşdülər. Yəni sırf dini kökü dayalı olan sözlər idi bunlar. 1929-cu ildə artıq ərəb əlifbasının ləğvi ilə artıq təbii ki, ərəb mənşəli sözlər də çox çıxarıldı bizim dilimizdən. Ərəb fars mənşəli sözlər çox çıxarıldı bizim dilimizdən. Dili təmizləmək adı ilə çox budadılar o dili və beləcə əslində bu Sovet hökumətinin çox bilərəkdən fikirli şəkildə etdiyi bir siyasət idi ki, çünki Azərbaycan xalqı ərəb fars mənşəli sözlərdən istifadə etdikcə onun təfəkkürü şərq təfəkkürünə eyni idi. Çünki Azərbaycanı şərqdən qoparmağın əsas məqsədlərindən biri də bu idi ki, dilində istifadə etdiyi o şərq kökənli sözləri çıxarmaq idi orada. Çünki biz hər bir sözü deyəndə bizim ağlımızda bir düşüncə yaranır ona dair. Təbii ki, və bizim düşüncələrimizi, bizim dünyaya baxışımızı o dil formalaşdırır. Bu dil ərsəyə gətirir. Və bundan sonra artıq biz o qədim köklərə söykənən o sözləri biz çıxardıq öz dilimizdən. Yeni sözlər ortaya atmağa başlayır. Məsələn, bəlkə də ola bilər bu fikrim biraz izləyicilərin xoşuna gəlməsin, amma mən şəxsən Türkiyədə alınan bəzi sözlərin əleyhinəyəm. Hansı ki, o sözlər 20-ci illərdə Mustafa Kemal inqilabının nəticəsində, dil inqilabının nəticəsində ortaya çıxmış bəzi sözlər idi ki, yəni fərqli mənalara gəlir. Fərqli məna yox, ümumiyyətlə məna yoxdur orada. Müşfiq Ötürkün demişkən, ruhsuz sözlərdir orada. Sözün ruhu yoxdur. Yəni burada bir kökə sahib bir sözlər deyil bunlar. Yəni təqribən bir 80-90 ilin sözləridir bunlar. Dildə inkişaf edəndə artıq xalqın ufqu daralır. Ufqu geniş ola bilmir. O geniş düşünə bilmir. Əsrlərin ötəsində gedib çıxa bilmir. Yəni bu da çox mühafizəkar düşüncənin yaranmasının ziddir əslində ölkədə. Və yenə də deyirəm ki, mühafizəkar düşüncənin yaranması çox mühümdür ölkədə. Çünki bir yenilik edilirsə, o müəyyən bir təmələ söykənməlidir. Məsələn, arxetiplər var Azərbaycanda. Atalıq, analıq, ağsaqqallıq, bu institutlar da bunlar Azərbaycanda. Bunlar yerindən tərk ediləsi mövzular deyil. Bunlar ümumiyyətlə, çünki mən ümumiyyətlə ənənələrə hər zaman önəm vermişəm. Çünki ənənələr əsrlərin sınağından gəlib keçib. Yəni əsrlər boyu bu sınaqdan gəlib keçmiş ənənələrdir, fikirlərdir, sözlərdir. Hər bir ənənə bu ənənənin doğru olması üçün, xalqı daha da intibaha aparacağını anlamaq üçün biz birinci bunu sınaq eləməliyik. Bu fikir deyək. Hər ənənə də bir fikirdir əslində, hər bir fikirdir. Bu fikirdən hansı sınaqlardan keçməlidir? Müharibə görməlidir, inqilab görməlidir. Məsələn, Azərbaycanda atalıq və analıq institutu, ağsaqqallıq institutu olsun. İnqilablar olub, müstəmləkələri 20 il Rusun əsarətindən keçib gəlib, bu ağsaqqallıq institutu Rusun təsirini görüb, ondan sonra ərəbin təsirini görüb, yeri gəlsə türkün təsirini görüb, monqolun təsirini görüb, amma bugünə qədər gəlib çıxıb. Demək ki, möhkəmdir də bunun təməli. Və bu gün də hərdən elə bir düşüncə yaranır kütlədə ki, əgər möhkəm təməl olsaydı, bu qədər sarsılmazdı bunlar. Məsələn, dünya üzrə götürəndə deyirəm, yəni təkcə Azərbaycanda yox. Dünya üzrə götürəndə bu möhkəm təməl olsaydı, o sarsılmazdı. Amma əksinə bu möhkəm təməl idi ki, bütün dünya bu oturuşmuş ənənələrdən uzaqlaşdıqca artıq üşüdülər. Ona görə Avropa bugün U dönüşü eləyir. İnşallah da U dönüşünü edəcək, bitirəcək. Yəni möhkəm olmasaydı xalq geri dönməzdi artıq bu ənənələrə. Düz Azərbaycanda bugün bu elə görünə bilər ki, getdikcə uzaqlaşır. Amma mən düşüncəmcə bu əksinə, dünya miqyasını düşünəndə artıq yenidən o ənənələrə doğru biz qayıdırıq da artıq. Ümumiyyətlə bu arxetip məsələsinə bir dənə fikrimi bildirmək istəyirəm. Necə ki, bir şəxsin bütün davranışları, bir fərdin bütün davranışlarının psixologiyasından xəbər verirsə, əslində bir xalqın bu arxetipləri var, hansı ki, vərdişləri. Bu da onun psixoloji vəziyyətindən xəbər verir, həmin xalqın. Məsələn, əgər bizdə formalaşan o arxetiplər var, hansı analıq, atalıq, ağsaqqallıq, bunların məsələn ümumi tarixi bir
nəzər yetirsək ki, niyə belə bir şey formalaşdı? Bu xalqın hansı psixoloji məsələn vəziyyətindən xəbər verir. Biz görə bilərik ki, məsələn həmin dövrdə Azərbaycan tez-tez yürüşlər olunub. Bayaq dedim monqollar olsun və ya başqa xalqlar bura tez-tez yürüşlər olub və əslində biz o yürüşlərdən necə qoruna bilmişik? Bu arxetiplər əsasında. Ancaq bu həmin dövrdə formalaşmış bir arxetipdə, həmin dövrdə ərsəyə gəlmiş, inkişaf etmiş bir məsələdir. Məsələn, Türkiyəli bir tarixçi var, Mikayıl Bayram. Onun bir məqaləsini oxuyanda orada yaxşı bir müşahidə var idi. O deyirdi ki, məsələn, əgər biz şərq xalqlarına baxsaq, hansı ümumiyyətlə xalq çox əzab-əziyyət çəkibsə, hansı xalq çox belə qanlı dönəmlərdən keçibsə, o xalqın mistik tərəfi daha çox özünü büruzə verir. Məsələn, Əməvilər dövründə bilirsən, Əməvilər biraz sərt bir siyasət yeridirdi, qanlı bir siyasət yeridirdi. Bəli. Həmin dövrdə məsələn Suriyada bizi Sufyan gəlib qurtaracaq bir mifik anlayış yaranmışdı. Həmin dövrdə də İraqda məsələn Həzrət Mehdi anlayışı formalaşmağa başlamışdı. Yəni tezliklə görürsən ki, əslində biz məsələn bu gün İraqda həmin o fikrin meydana çıxmasına bəlkə belə yuxarıdan aşağı baxırıq, lakin onu diqqətlə biz müşahidə edəndə görə bilir ki, əslində bunun dərin köklərində ciddi bir psixoloji sarsıntı, ciddi bir tarixi faktlar yatır. Ona görə də məsələn daha çox belə əzab çəkmiş xalqlar bu yaxşılıq, pislik anlayışları üzərində daha çox düşünürlər. Çünki bunu görürlər canlı şəkildə. Bu dil anlayışı da bayaq dediyin əslində dil sadəcə bir mədəniyyət yaratmır da, həm də onu inkişaf elətdirir. Məsələn, əgər biz bir xalqın məsələn dilini öyrənsək, tək onun dilini öyrənmiş yox, həmçinin onun fərdlərinin ümumi dünya görüşünü, düşüncələrini oxuya biləcəyik, o dili əgər dərindən anlaya bilsək. Xeyr, məncə hələ ki mühafizəkarlıqla bağlı bu düşüncə bəs eləyir. Yəni son olaraq da podkastın sonunda bağlaya bilərik ki, Heydər Əliyevin tələbələrə bir çıxışı olur. Dilinizi qoruyun, dininizi qoruyun, kimliyinizi qoruyun. Sağ olun. Dilinizə sahib çıxın. İzlədiyiniz üçün təşəkkürlər edirik. Sağ olun. Gələn podkastlarda görüşəndək.